Salam əziz kanal izləyiciləri. Bugün yəni aprelin 6-sı güvən yayınlarının növbəti sınaq imtahanı keçirilibdir. Bugün 10 sinif fizika 1-ci qrup B variantının suallarına baxacağıq. Sonda abunə olmağı və kanala bəyənməyi unutmayın. Birinci sual: suda üzən 2,4 kg kütləli cisimə təsir edən əvəzləyici qüvvəni və Arximet qüvvəsi. Əgər cisim mayedə üzürsə və tarazlıqdadırsa, bu zaman əvəzləyici qüvvə 0-a bərabərdir. Arximet qüvvəsi də cisim mayedə üzdüyünə görə mg-yə bərabərdir. 2,4 kg kütləli cisimin Arximet qüvvəsi eləyir B variantı 24 Newton. Başlanğıc temperaturu 30 dərəcə olan mis cisim Kelvin şkalası üzrə 50 Kelvin qızdırılır. Əgər 50 Kelvin qızdırılıbsa, ümumiyyətlə biz bilirik ki, hər iki termometrdə dəyişmələr bərabərdir. 50 Kelvin qızdırılmaq, 50 Selsi qızdırılmaq deməkdir. T2 minus T1 bərabərdir. 50 Kelvin qızdırılıbdır, 50 Selsi qızdırılıbdır, fərqi yoxdur. Başlanğıc temperatur 30 dərəcə olduğuna görə biz son temperaturunun 80 dərəcə, T2'nin 80 dərəcə olduğunu tapa bilirik. Növbəti sual. Verilmiş növ bir atom qazın sıxlığının qaz atomlarının konsentrasiyasından asıllıq qrafikini müəyyən edin. Biz rho bərabərdir M0N. İdeal qazın sıxlığının konsentrasiyasından asıllıq olan belə bir ifadəsini bilirik. Buna görə düzgün cavab B variantıdır. Başlanğıc halda daxili enerjisi 14 kJ, U1 14 kJ-dur. Qaz üzərində xarici qüvvələr, yəni A 4 kJ iş görür. Daxili enerjinin son qiymətini soruşur. Biz daxili enerjinin dəyişməsinin görülən işə bərabər olduğunu bilirik. İstəyir miqdarı 0 olanda. Bizdən ideal qazın daxili enerjisini hesablayın. Sonunda U2 bərabərdir U1 üstəgələk A, yəni 14 üstəgələk 4 eləyir 18 kJ Y variantı. Müəyyən temperaturda nisbi rütubət 40%, havadakı su buxarının sıxlığı verilibdir. Həmin temperaturda doyan su buxarının sıxlığı soruşulur. Fi bərabərdir rho bölü rho 0 vıraq 100%. Doyan su buxarının sıxlığı rho 0 bərabərdir rho vıraq 100 bölək fi. Bunu hesablasaq 12 vıraq 40 bölünsün 12 vıraq üzr istəyirəm 100 bölünsün 40. Bu da eləyəcək 30 qram bölünsün metrin kubu. Düzgün cavab C variantı. Radiusu 1,4 mm olan kapillər borda qalxan suyun hündürlüyünü hesablayın. Kapillər borda qalxan mayenin hündürlüyü H bərabərdir 2 sigma bölünsün rho J R'dir. Bərabərdir 2 sigma 2 vıraq 70 10 üstü mənfi 3 yazmağa ehtiyac yoxdur. Çünki variantlar elə milli ilə verilibdir. Bölünsün rho 10 üstü 3'dür. J 10'dur və radiusu 1,4 mm-dir. Buradan hesablasaq, sadə hesablama yaparsaq 2, 7, 14, 14'lər ixtisar gedəndə elə cavab Y bəndi. Yəni 10 vıraq 10 üstü mənfi 3 qalacaq. Bu da düzgün cavab Y variantı eləyir. Daha doğrusu 10 üstü mənfi 3 qalır elə. Herhalde Y variantı etmiş olur. Qazın xüsusi ərimə istiliyinin onun kütləsindən asıllığı biz bilirik ki, xüsusi ərimə istiliyi heç maddənin heç bir növündən, yalnız növündən asılıdır, heç bir kəmiyyətdən asılı deyil. Havanın nisbi rütubətini daha dəqiq etmək üçün yəqin ki, rəqəmsal higrometr lazımdır, ani qiymətləri də ölçə bilir. Elastik deformasiya halında mis məftilinə asılmış yükün kütləsini 2 dəfə azaldanda mexanik gərginlik sigma bərabərdir F bölü S və yaxud da mg bölü S'dir. Artıq burada 2 dəfə azalanda kütlənin sigmanın da 2 dəfə azaldığını görə bilirik. 40-cı sualda T1 temperaturlu V1 həcmli isti su ilə soyuq suyu qarışdıranda qərarlaşmış temperatur yəqin ki A variantı olacaq. Çünki düstur eyni temperatur, eyni maddədən M1 T1 üstəgələk M2 T2 bölək T1 M1 üstəgələk M2 olar. M'lərin əvəzinə rho V yazıb rhoları ixtisar yaparsaq düzgün cavab olacaq A variantı. İdeal qazın daxili enerjisi U və qaz molekularının orta kinetik enerjisinin hər ikisinin vahidi jouldur. 1 ortaya gedir. İkinci, hər ikisi skalyar cəmiyyətdir. Kütləsindən və temperaturdan asılıdır. Qazın yalnız temperaturundan asılı olan kinetik enerjidir. Həm kütləsindən, həm temperaturdan asılı olan da daxili enerjidir. Yəni 3, 1, 2, 4. 3, 1, 2, 4 düzgün cavab B variantı.
X oxu boyunca düz xətli bərabər yavaşlayan hərəkətlə cismin K nöqtəsini keçən andan 20 saniyə sonra. K nöqtəsini keçəndən 20 saniyə sonra, ümumiyyətlə K nöqtəsini keçəndən sonra 100 metr yol getmiş olur və 20 saniyə. Biz bu zaman onun başlanğıc sürətini tapacağıq. Çünki yavaşlayan hərəkət son sürət 0-dır. Bizim S bərabərdir V0T bölək 2 ifadəmiz var bir dənə. Bərabər yavaşlayan hərəkət üçün tətbiq etsək. Buradan V0 bərabərdir 2S bölünsün T. 2 vuraq S 100'dür. T 20'dir. Tapırıq ki başlanğıc sürət 10'dur. Bizdən isə yola görə orta sürət soruşur. Orta sürətdə başlanğıc və son sürətin cəminin yarısıdır. Son sürət 0 olduğuna görə yalnız başlanğıc sürətin yarısı, yəni düzgün cavab 5 eləyir D variantı. Növbəti sual 43-cü sual çevir və bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürətləri verilib, xətti sürətlərin nisbəti soruşulur. V bərabərdir omega r bucaq sürətinə xətti sürət arasında əlaqədir. Uyğun olaraq yazsaq biz bunu V1 omega 1 r1, V2 omega 2 r2 yazarıq. Tərəf-tərəfə bölsək V2 bölünsün V1 bərabərdir omega 2 r2 bölünsün omega 1 r1. V2 böl V1 soruşulur. Omega 2'nin əvəzinə 2 omega 1 yazacaq. R2'nin əvəzinə məsələdən görünür 3 damadı, 3 R yazırıq. R1 də 2 damadı yerinə 2 yazırıq. Bu zaman R'lər, omegalar və 2'lər ixtisar gedəndə düzgün cavab olacaq 3. Yəni D variantı. Şaqul yuxarı atılmış cismin maksimal qalxma hündürlüyü başlanğıc sürətdən məlum olduğu kimi şablon sualdır və bu kvadratik asıldır. Düzgün cavab Y variantıdır. Sabit 10 Newton qüvvənin təsiri ilə üfüqi səthi üzrə hərəkətlə 4 kg kütləsinin modulun zaman asılılığı verilmişdir. Cismə təsirin sürtünmə qüvvəsini tap. Hərəkət bərabər yeniləşən hərəkətdir. Onun üçün dartı çıxaq sürtünmə bərabərdir. EMA yazırıq. Bizdən sürtünmə qüvvəsi soruşulur. Bu zaman dartı qüvvəsi çıxaq EMA yazacaq. Dartı qüvvəsi 10'dur. Çıxaq sürtünmə qüvvəsi M. Düz istəyirəm. Kütləsi 4 kg-dır. A da tənlikdən görünür ki 0,5'dir. Doğru 10 çıx 2, düzgün cavab 8 Newton, düzgün cavab A variantı. 8 yaydan asılı şaqul istiqamətdə 10 Newton qüvvə tətbiq edilir və yayda yaranan qüvvə, elastiklik qüvvəsi 50 Newtonsa, deməli cismin ağırlığı da olacaq 40 Newton, yəni kütləsi 4 kiloqram olur. İpdən asılmış çəkisiz link tarazlıqdadır. Əgər T 30 Newtondursa, əslində baxan kimi görünür ki, qolların biri digərindən 2 dəfə çoxdur. Qolların biri digərindən 2 dəfə çoxdursa, bu deməkdir ki, yaza bilərik ki, F1 vuraq 2 bərabərdir, F2 vuraq 4. Buradan tapırıq ki, F1 bərabərdir 2F2. Əgər 30 Newtondursa, ipə düşən gərilmə qüvvəsi, elə şifayı da tapa bilərik ki, burada birinci qüvvə olur 20 Newton, ikinci qüvvə olur 10 Newton. Çünki cəmi 30 Newton olmalıdır və linki tarazlıq şərtinə görə 20 vur 2, 10 vur 4'ə bərabərdir. Yəni düzgün cavab bizdən soruşulur. Üzr istəyirəm, sualı 11-ci sinifin sualı ilə qarışıq saldım. F2 qüvvəsinin 30 Newton olduğu verilir. 11-ci sinif sınaqlarında bu fərqli verilmişdir. F2 30 Newtondursa, olacaq 30 vuraq 4 bərabərdir F1 vuraq 2. Buradan tapırıq ki F1 bərabərdir 60 Newton eləyir. F1 60 Newton, F2 30 Newtondursa, onda ipə düşən gərilmə qüvvəsi 90 Newton olur. Düzgün cavab Y variantı. Əvəzləyici qüvvənin gördüyü kinetik enerjinin dəyişməsinə bərabərdir və A bərabərdir. Biz bunu Y çıxaq Y0 yaza bilərik. Başlanğıc sürət 0-dırsa başlanğıc kinetik enerji də 0-dır, o zaman kinetik enerji görülən işlə düz mütənasib asılı olur. Növbəti sual ayın səthində olan cismin potensial enerjisi verilibdir, cismin kütləsi soruşulur, MGH-dır. Biz M tapanda burada potensial enerji bölünsün JH olacaq. Potensial enerji 80'dir, J 10'dur, H 5'dir. Buradan da üzr istəyirəm, J burada 10 deyil, diqqətli olaq. Ayın səthində J-ni 1,6 veribdir. 5'i 1,6'ya varanda 8 eləyir. 80 bölü 8 düşür 10 kiloqram. Yaya bağlanmış cisim 0,2 kosinüs 5 pi qanunu ilə rəqs edir. Biz baxsaq 0,2 bunun amplitud qiymətidir. Maksimum qiyməti, yəni x maksimum 0,2'dir. Növbəti rəqs periyodunu da tapsaq, biz buradan omeganın 5 pi olduğunu bilirik. Omegada 2 pi nü bərabərdir 5 pi'dir.
P'lər ixtisar gedir. Üz üstə biz bunu tezliklə yox, periyodla yazmalıyıq. Periyod soruşur çünki 2 pi bölü t bərabərdir 5. Pi buradan da tapsaq t bərabərdir 2 bölünsün 5. 0,4. Yəni düzgün cavab D variantı. Növbəti sual. Suya nəzərən sükunətdə olan gəmi okeanın dibinə göstərilən səs siqnalı 6 saniyədən sonra gəmiyə qayıdır. Gəmi olan hissədə okeanın dərinliyini hesablayın. Biz ultra səs siqnalına görə S bərabərdir VT bölünsün 2 faydasını bilirik. Çünki gedib qayıtma var deyin 2-yə bölünür. Sürət 1500 vurultun 6 saniyə bölünsün 2. 2 ilə 6 ixtisar gedəndə olur 3. 1500 vur 3. 4500 vur 4,5 kilometr. Neftin çayın dibinə göstərdiyi təzyiq verilibdir. Mayenin qabın dibinə göstərdiyi təzyiq rho H-dır. Biz buradan H tapsaq P bölünsün rho J olar. P 40 kilopascal 40 vuraq 10 üstü 3'dür. Mayenin sıxlığı 800'dür. Neftin sıxlığı J də 10'dur. İxtisar aparsaq 3 sıfırı buradan silsək qalır 40 bölü 8 düşürür 5. Düzgün cavab A variantı. K nöqtəsində hərəkətə başlayaraq o tarazilik nöqtəsi saatını rəqs edən bir tam ərzində gedilən yol soruşulur. Əvvəlcə amplitudu tapsaq görərik 20-dən 35-ə amplitud 15 cm eləyir və bir rəqs periyodu ərzində gedilən yolda 4 amplituda bərabər olduğuna görə 4 vuraq 15 eləyəcək 60 cm. Bir tam rəqs periyodu ərzində gedilən yol. Otaqdakı psixrometrin quru və yaş termometrlərin göstərişləri təsvir edilmişdir. Psixrometrin quru termometrin göstərişinin sabit qiymətində. Nisbi rütubət sanki yaş termometrin göstərişinin quru termometrin göstərişində olan nisbətidir. Bizdə deyir quru termometr sabitdir. Sabit qiymətində yaş termometrin göstərişini artırmaq nisbi rütubətin artması deməkdir. Və quru termometrin göstərişi sabitdirsə əgər onda quru termometrin göstərişinin sabit qiymətində hər halda quru termometrin göstərişi də dəyişməz əgər quru termometr soruşulursa. Açar sözlərdən uyğun arzulı istifadə. Sabit temperatur ideal qazın halının dəyişmə prosesi. Sabit temperatur deyirsə söhbət izotermik prosesdən. Birinci 4 gəlir. Sabit həcmdə halının dəyişmə prosesi izoxor prosesdir. Sonra 4 deyib 1 yazıram. Sabit həcmdə gedən proses izoxor prosesdir. İzoxor prosesdə verilmiş kütləli ideal qazın Klapeyron tənliyinə görə verilmiş kütləli ideal qazın təzyiqi temperaturundan düz mütənasib asılıdır. Yəni 1, 4, 3, 1 sonrası isə izotermik prosesdə isə təzyiq həcmindən tərs asılıdır. Yəni 2. 4, 3, 1, 2. Cismə tətbiq olmuş 3 qüvvənin əvəzləyicisini tap. F3 qüvvəsi 11 Newtondur, F2 qüvvəsi 8 Newtondur, F1 qüvvəsi 5 Newtondur. Əvvəlcə bir-birinə əks yönəlmiş 5 və 11 Newton qüvvələrinin əvəzləyicisini modul eləyir 6 Newton, sağa gedir və 8 Newtonda yuxarı getdiyinə görə Pifagor teoreminə görə kök altda 8-in kvadratı ilə 6-nın kvadratının cəmi bizə 10 verir. Düzgün cavab 10 Newton. Növbəti 57-ci sual gəlir. Verilmiş kütləli ideal qazın halını dəyişmə qrafiki deyilir. Əslində burada izoxor, izobar və izotermik proseslərdən gedir söhbət. Baxın, əvvəlcə deyir verilmiş kütləli ideal qaz. Təbii ki, bu ideal qaz qanunları ödənilir. İzotermik proses varsa burada daxili enerji dəyişmir. Yəni birinciyə C variantını yaza bilərik. Sonra izoxor prosesi varsa mütləq qazın sıxlığı dəyişmir. Sıxlıq dəyişmir D variantı. Bunları rahat yaza bilərik. İzoxor prosesdə sıxlıq dəyişmir D variantı. 2'ye olur. Bir dəqiqə sərgəli yazıq burada. 1, 2, 3. İzotermik prosesdə dedik ki, qazın daxili enerji dəyişmir. Bir də C variantı olur. Sıxlıq hansı prosesdə dəyişmir? İzoxor prosesdə. İkincidə sıxlıq dəyişmir. İkinciyə D variantını yazırıq. C və D variantları getdi. Əgər qaz soyursa, qazın izotermik proses olmadığına görə soyuyanda temperatur azalır, daxili enerji azalır. Daxili enerji azalır 2'ye həm də B variantıdır. Əgər genişlənirsə, həcm artırsa, daxili enerji artacaqdır. A variantı birinciyə. Üzr istəyirəm, nəysə səhv elədim. Genişlənirsə, yox. Üçüncüyə olacaq A variantı. Çünki genişlənəndə daxili enerji artacaqdır.
Qaldı Y variantı. Qazın sıxlığı artır. Qazın sıxlığı da o vaxt artır ki, qaz sıxılsın. Rho və bir-birinə tərs mütənasibdir. Yəni birinciyə də oldu Y variantı. C, Y, B, D, A. 8-dən asılmış verilibdir 20 Newton birinci ipə düşən gərilmə qüvvəsi. Su ilə dolduranda ikinci ipdə olacaq 12 Newton. Buradan rahatlıqla tapa bilirik ki, Arximed qüvvəsi 8 Newtondur. Arximed qüvvəsinin düsturu Romaye V, J'dir. Biz V'ni tapsaq olacaq F Arximed bölünsün Romaye J. Arximed qüvvəsi 8-dir. Romaye 10 üstü 3, J 10'dur. Bunu da hesaplasaq olacaqdır. 8 vıraq 10 üstü mənfi 4 metrin kubu. Bizdən isə desimetrin kubu ilə soruşulur. Desimetrin kubu ilə soruşulduğuna görə düzgün cavab olacaq 0,8 desimetrin kubu. Yer səthinin müəyyən başlanğıc sürətlə yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjisindən asıllıq qrafikini soruşur. Kinetik enerji, potensial. Biz bilirik ki, yuxarı atılmış cismin kinetik enerjisi get-gedə azalır, potensial enerjisi get-gedə artır. Və qrafik də bu cür olacaq. Yəni burada kinetik enerji maksimumu həm də tam enerjidir. Burada potensial enerji maksimumu həm də tam enerjidir. Sindiyi formalı altında su buxarının izotermik genişlənmə zamanı halını dəyişmə qrafiki verilmişdir. 1-2-də doymuş buxar olduğuna görə, həcm artdığına görə kütlə də artacaqdır. 1-2-də artar. Bizdən su buxarının kütləsini soruşur. Bəli, artar. 2-üstdə də izotermik proses olduğuna görə, izoproseslər olduğuna görə ümumiyyətlə Rho ilə V bir-birinə tərs asılı olduğuna görə verilmiş kütlə ideal qazda kütlə dəyişməyəcəkdir. 2-3-də də dəyişməz. Belə. Sonda kanala abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.